Ali məktəblərə muxtariyyət verilməli, onların yeni ixtisasları daha rahat və çevik şəkildə açmasına şərait yaradılmalıdır. Bu fikirləri Millət Vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Fariz İsmayılzadə bildirib. Onun sözlərinə görə bir çox universitetlər publik hüquqi şəxs statusu alsa da, hələ də azad qərar qəbul edə bilmirlər və bir çox məsələlərdə Elm və Təhsil Nazirliyindən asılıdırlar. Bizdə ümumiyyətlə sistem belə işləyir ki, universitetlər yeni ixtisas açanda, tələbə köçürülməsində, tələbə qəbulunda, müəyyən hətta beynəlxalq tədbirlərin keçirilməsində mütləq nazirliklə razılaşdırılmalıdır bu işlər və hətta bəzən yazılı razılıq tələb olunur. Bu da müəyyən mənada universitetlərdə o çevik qərar qəbul etmə prosesinə maneə yaradır. Xarici praktika onu göstərir ki, universitetlər bir çox məsələlərdə daha muxtardırlar, daha çevikdirlər, daha müstəqildirlər. O cümlədən tələbə transferində, yəni köçürmələrində, başqa məsələlərdə biz o tendensiyanı Azərbaycana da gətirmək istərdik. Təhsil ekspertlərinin fikrincə, muxtariyyət statusu alan universitet eyni zamanda rahat islahatlar aparıb dünyaya inteqrasiya edə biləcək. Çox təəssüf olsun ki, bizdə yerli ali təhsil müəssisələri özü pul qazana bilmir. Elm, innovasiya, sənaye üçbucağı özünü çox da uğurlu şəkildə biruzə verə bilmir və bu tətbiq o qədər də geniş yayılmayıb. Amma bunu da inkişaf etdirmək üçün universitet üç istiqamətdə maliyyə, inzibati və akademik istiqamətdə muxtariyyət statusuna sahib olmalıdır. Əsas burada dünya təcrübəsində uğurla tətbiq olunan mexanizmləri götürmək, onlardan bizə aid olan elementləri uyğunlaşdırma yolu ilə tətbiqinə başlamaq və bu istiqamətdə nələr ola bilərsə haqqında düşünməliyik. Qeyd edək ki, universitetlərə muxtariyyət verilməsi məsələsi ötən həftə Milli Məclisin Elm və Təhsil Komitəsinin iclasında da müzakirə olunub. Şəbnəm Qurbansoy, Cəfər Qasımov, Xəzər xəbər.